Hamıya salam. Sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Hər bir göstəriciyə biraz daha ətraflı baxaq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Sizi tədqiq olunan korporasiyanın bütün göstəricilərini daha diqqətlə öyrənməyə dəvət edirik. Şirkətin əsas göstəricilərini təhlil edəcəyik. Li Auto Ins Adera, Ticker, LO. Bu rəy 05 aprel 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya Li Auto Ins alt kateqoriyaya aiddir. Elektrik müqayisədə 59 şirkət iştirak edir və bu çox təmsil edicidir. Videonun sonuna doğru sifariş cədvəlini görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 3,1 baldır. Geniş baxsanız, məcmu olaraq bütün ABŞ bazarında. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,9 bal olduğunu görə bilərik. Üçün 6,5 xalla qarşı-qarşıya Li Auto Ins. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Li Auto Ins və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Li Auto Ins Adera -23,7% dəyişmə göstərdi. Alt kateqoriyada qiymət dinamikasına qarşı 39,9%. Bu açıq-aydın heç nəyə işarə etmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Təşkilatın bazar kapitallaşması Li Auto Ins Adera 19,3 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 854 milyard dollardır. Li Auto Ins 2,228% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 7,34 milyard dollar həcmində qiymətləndirilir. 101 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Li Auto Ins Adera 7,242% paya düşür. Fond birjasının səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Li Auto Ins alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə %2,228-dir. Balansın kapitallaşması 7,242% təşkil edir. Bu, bazar kapitallaşma payından 225% çoxdur. Təşkilatın bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı, 1 bal. Tədqiq olunan şirkətin borc öhdəlikləri 1,689 milyard dollar təşkil edir. Borcun balans dəyərinin 23%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsi üzrə nəticə yaxşı, 1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 17-dir. Alt kateqoriyada orta qiymət 0-dır. Bu alt kateqoriyadakı orta göstəricidən xeyli yaxşıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja qiymətinin mənfəətinə qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 1,118 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 1,464 milyon dollar olacağı gözlənilir. İndikindən 30,9% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 0,9-dur. 5,9 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 85% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlir göstəricilərinə bazar dəyərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 20,90 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin 26,300 milyon dollar olacağı gözlənilir. Ki, bu da indikindən 31% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək satış həcmlərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 5,6%, alt kateqoriya üzrə orta göstərici -7,5% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 13,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0%dir. Bu da bazar kapitallaşmasının payından azdır. Və bu fakt şirkətin cari bazar qiymətini göstərir. Liaotou Inc. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $0,000 bərabərdir. Alt kateqoriya üçün isə $4,857,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi dözümlü -0,5 bal. Şirkətin bir işçiyə düşən qazancı $0,000'dır. Alt kateqoriyada orta göstərici ilə -$61,700. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq $62,000'dır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın hər bir işçisi üçün gəlir payı $0,000'dır. Alt kateqoriyaya görə $819,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkət işçisinə düşən satış həcminin qiymətləndirilməsi dözümlü 0 bal. Satışa çıxarılan səhmlər 3,6%, alt kateqoriya üzrə orta hesabla 3,6%dir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %34 səviyyəsini göstərir. Liaotou Inc. ADR. Alt kateqoriya üçün bu səviyyə 39%dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə eyni şəkildə kotirovka edilir. Liaotou Inc. ADR. Şirkətin cari səhm qiyməti təxminən $23,6'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $34,1 civarındadır. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 47%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi əsasında Liaotou Inc. Səhmlərin qiymətləndirilməsi üçün məlumat sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün $23,7 qiymətində alış sövdələşməsini açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olduğu üçün açılıb. Təşkilat qiymətləndirmə modeli Akimin indeksi əsasında qiymətləndirilib. Mənfəət götürmək 27-29 səviyyəsində müəyyən edilmişdir. Stop loss 18,85 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 05 may 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən müstəqil şəkildə bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, NUO, əks balanslaşdıran satış ticarəti olacaq. Balanslaşdırma qaydası ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets